Real bir hadisəni danışıram sizə. Babayaq müştərimiz zəng eləyib. Deyir ki, deməli kamera alıb bizdən. İndi en sonda kartın vacibliyini sizə deyəcəm də. Kamera alıb bizdən müştərimiz. 2 gün öncə mağazasına kimsə girib, qapıları açıb, nə bilim, qıfılları qırıb, girib içəri. Yəni mağazada bilmirəm oğurluq eləyib, eləməyib. Müştəri də bizdən yaddaş kartı almayıb. Özündə də yaddaş kartı olub, kameranın üstünə qoymayıb. Bax, kamera alanda, kameranı qoşmamışdan əvvəl mütləq kameraya yaddaş kartı qoymaq lazımdır ki, sabahsı gün hansısa bir hadisə baş verəndə çəkilən video görüntülərə baxa biləsiniz. Hətta müştərinin akkauntundan çıxış eləmişdi. Çıxış eləsə belə kamera işləyib. Sadəcə içində kart olmadığına görə görüntülərə baxa bilmir. Bilmir ki, hadisəni kim eləyib. Bax, kimə orijinal zəmanətdir? Bax, belə gözəl kartlar lazım olsa bizə müraciət eləyə bilər.